Ulu Tanrı'nın adıyla. Bismillahirrahmanirrahim. Ömür verdi, bir xoş günü başladıq. Xoş deyək, xoş olaq və xoş çalışaq, xoş olmaq üçün. Bu günləri düşünürdüm ki, görüm nə zaman başlamışıq. Fikirəm bir ildən çoxdur ki, bu proqramı başlamışam və bir icazə buyursanız bir buradan gedək öz Google-imizdə görək ki, Google bizə nə deyir, ha zaman başlamışıq bunu. Bu nə oldu, niyə gəlmir qalanı? Ha, beləsi gərək eləymişik ki, gedəymiş. Görürmüşük ki, hangisiymiş. Burada YouTube-da görürsünüz, mənim səhifəmdir bu. Gəldik, yetişdik 40-a və fikirəm ki, da bu birincisi buradır. Bu birincisi Martın 3-də başlamışıq. Bu nə? Okey, pəs çox qalır, hələ bir il olsun. Biraz nigeran idim ki, bir il olubdur, amma yox, bir il olmayıbdır, biraz çoxdur, azdır. Tamam. Bunu niyə bunu dedim? Buna görə ki, istirdim görüm ki, əgər bir il təkmil olsa, özümə yeni bir amac, hədəf seçim və o hədəfdə özümü gəlişdirməyə çalışım. Hər halda, mən bildiyiniz kimi türk dilində dərs oxumamışam, ömür sərf eləməmişəm, mədrəsəyə, danışqaha getməmişəm. Təəssüf olsun ki, bu vəziyyətdə bizi o İranda məcbur eləyiblər ki, türksüzləşək və türksüz yaşayaq, türksüz düşünək. Hətta bundan geçiblər bizi türksüzləşməkdən artıq nə ediblər? Bizi zorlayıblar ki, farslaşaq, fars kimi düşünək və fars olmağa heç olmasa çalışaq. Və bir çoxumuz da bu yola düşmüşük. Təəssüflər olsun, heyiflər olsun ki, çoxumuz bu yola düşmüşük. O hovuzun içi ləcəndir. O ləcəndə yaşırlar. Deyirlər, belə olar da, yaşam belə olar. Bura dünyanın ən yaxçı yeridir. Çünki hara ilə oranı bir-birinin dibinə qoysunlar, desinlər ki, hansısı bunun yaxçıdır, hansısı pisdir. Zehnlərində heç zat yoxdur. Heç zadına müqayisə eləyə bilməzlər. Məsələn, ayaqqabıların müqayisə eləyə bilərlər. Xotların, şalvarların, çadraların, başmaqların, qızılların, hətta belə müqayisə eləyə bilərlər ki, mənim bu qızılın məsələn əyarı 14-dür, 12-12-dir, 12-18-dir, 12-24-dür. Amma indi vətəndən çıxmasa eşiyə bir çox şeyi müqayisə eləyə bilməz, anlaya bilməz. Dediyim kimi, o balığa bənzir ki, suyun içindədir, hovuza salıbdır, o hovuza aşqal tökürlər, aşqalın içində yaşır və düşüncəsi aşqaldır, yemağı aşqaldır, içməyi aşqaldır, gəlgidi aşqaldır. Hava ki çəkir belə Təbrizdə bu günləri, o belə kir, kəsafətdir. Bunu bilməz, bunu anlamaz, çünki görmür və onun içində yaşadığı üçün onu anlamır. Hətta bilməz ki, nə qədər nəcatpərəstlik var orada, nə qədər ziddi insaniyyət işlər görülür, nə qədər insan haqları aradan gedir. Bunları da düşünə bilməz. Çünki bir yerlə müqayisə eləyə bilmir, bir yerlə bunu taraziyə qoyub çəkə bilmir ki, görə nə var, nə yox. Amma o zaman ki, ayağını qoya bir eşiyə, heç olmasa turist olaraq bir ayrı məmləkətlərə gedə belə, Əfqanistana belə getsə, taza orada anlar ki, nə var, nə yoxdur. Bu qədər çox məsələ var. Hər halda mən bu proqramda bunu başladım. Türk dilində özümü inkişaf elətdirəm, özümü qabağa aparam, öyrəşəm, oxuyam və öyrənəm. Bunun üçün çoxlu zamanlar çalışdım, ustadlar tapım filan, bəhman olmadı, ya olanda yoruldum doğrusunu axtarsaz. Yəni bəzən ustadların
savadı çox yuxarı olur, mənim də savadım yox, yoruluram. Ona görə özümü ingiliscə educate deyir, özümü təlim eləyim. Nə cür başladım, özdə həm çətinindən. Dedim, mən hər halda bir dərs oxumuşam, biraz savadım vardı, ayrı dillərdə də olsa. Onu indi gələk elə bilirəm ki, bir təzə təhqiq başlayıram da, bir araşdırma başlayıram. Mənim də əsli təxəssüsüm indi araşdırmadır, çoxdandır. Gəlim, araşdırım da, bir dili araşdırım özümə və getdim, əlyazma kitablar ki, türkcə ola, əl-ərəb və türkcə və ərəbcə əlifbası ilə yazılmış ola və qədimi ola, əski ola, neçə yüzillik kitabları tapam, onlardan oxuyam və öyrənəm. Şükür olsun Allaha, oxumağa başlamışam. Yəni, oxumamışam kitabların hamısını, təbii ki. Məsələn, dünənlər bir kitab oxuduq, adı Şah-ı Gəda. Mən oradan biraz oxudum əvvəllərindən ki, bəlkə eləyə biləm, bir yeri yetişəm, görəm ki, bunun yazanı kimdir, kimin zamanında yazıbdır, niyə yazıbdır, adını niyə qoyubdur Şah-ı Gəda filan, bunları oxuyam, görəm ki, nə vardı. Yetişmədik. Çünki mən gecə çağı gəldim, oturdum, yenə o kitabı açdım, görüm ki, ona bir yazı yazam əslində. Əslində istirdim ona bir yazı yazam, görüm ki, o nədir. Yazmaq üçün məcbur olduğum kitabı bir də açam, bir də oxuyam yavaş-yavaş. Fikirəm 50 səhifədə fulanda açsaq onu taparam yenə. 50-ci səhifəsində fulan yetişdik o yerə ki, bu kitabdan bir şeylər, məlumatlar əldə eləmək üçün yetişdik ora. Burada olacaq idi, əgər tapsam. Fikirəm buydu. Baxaq görək budur ya yox. Axirləridir. Bəli, bu kitabdır. Bu kitabın fikirəm 50 səhifələrin zıdlarına yetişəndən sonra gördük ki, bu kitab Süleyman Şah Həzrətləri zamanında, Allah rəhmət eyləsin, ruhu şad olsun, onun zamanında yazılıbdır və adını da Şah-ı Gəda qoyub özü yazan. Amma Sultan Süleyman Qanuni Sultan Süleymana bunu hədiyyə eləyib əslində bu kitabı onun üçün yazıbdır və yazmağı da belə olub ki, bir dənə məclisdə qış fəslində ya payızın sonlarında dostları ilə oturmuşmuşlar və danışırmışlar ki, oradan danışırmışlar, sözü gətiribdi, eşq o məşuq o Leyli o Məcnun o Şirin Fərhad o Xosro o Şirin nə bilim bunlardan söz düşübdü. Sonra hərə bir şey deyibdi, eşqə görə, aşiqə görə, məşuqa görə filan bəhman. Bu da deyibdi ki, bunlar hamısı öpüşmək, qucaqlaşmaq eşqidir və aşağı səviyyədə eşqidir. Eşqidə bunlar hamısı onun üçün bir şey verirlər. Eşq o bir şey bu cür deyil, eşq fərqlidir və eşqə bir məni qoyur ortaya, bir anlayış qoyur eşqə görə, bir düşüncə qoyur ortaya. Mən fikrim elə bu fikrim buraydı. Bura Sultan Süleymanın haqqındadır. Bəli, bura Sultan Süleymanın haqqındadır. Çox ciddi burada Sultan Süleyman Həzrətlərinə tərif tövsif edir və burada da eşqi. Buradan bu yüzdə eşqin haqqında danışır. Çox gözəl bir şey qoyur ortaya və gəlir şahla dilənçinin nağılına başlayır. Öz dili adını qoyub Şah-ı Gəda. Gədə bilirik ki, türkcədə nə deməkdir? Getmək sözündən düzəlibdir. O adam ki gedir, amma gedəndə də yolda qalır. Məsələn, ehtiyacı var, işi yoxdur, varı yoxdur, filanı yoxdur. Hər halda çox gözəl bir
hekayədir və anlayışdır əslində. Bir növ eşqdən bir anlayış qoyur ortaya. Çox fərqli. Şahla onun da arasında cəlib sözlər keçir və nə qədər insanlar xəyanətə başlayırlar. Hər halda gedək ki, bugünkü kitab nədir? Və bugünkü kitabdan da biraz oxuyaq görək ki, nələr var, nələr yox. Bugünkü kitabı açırıq və bugünkü kitabda yenə vətəndə türklərin əlində deyil, bu türklərin əlindən çıxıbdır. Yazıdan bəlli olan yenə də bu Fransada olacaqdır. Kahramani katil. Belə bir adı var. 345'dir falan. Bu kitab da Fransada saxlanır. Türkçə 446 ehtimalən. Bu nədir bilmirəm, amma burada Juliet 1978. Gene İngilisi olandan biraz baş tapır, amma təəssüflə Fransa olanda baş tapır. Kitabı kiçildirəm ki, səhifəyə yerləşsin. Yerləşəndən sonra bunun bir vəziyyətini görək. Kitaba baxanda görürsünüz ki, çox dağılıbdır. Bu qərələr ki, kitabda görürük, həm su dağılmaqdır, şehkeşmaqdır, həm də cırılıb, əpriyib, əriyib, çifsiyib o vəziyyətdədir. Təəssüflə mən bunu burada əlbəttə bir şeylər yazıblar. Baxaq, qeytəraq ikinci səhifəni. Ora cildin içi idi, bura cildin içidir. Görürük ki, Şirazə cırıq, qıraqlar da əpriyiblər. Suyu da görürük ki, hər yerinə su geçibdir. Burada su o qədər geçib ki, möhrün əhsi kitabın geçibdir neçə səhifəsinin bu yüzünə. Burada hekayəti cildi əvvəli qəhrəman. Qəhrəman hekayəsinin cildi əvvəli bu, onu görürük. Gördüyünüz kimi üstdə PDF-də yazıblar ki, 225 səhifədir. Və bu 225 səhifənin PDF-də görürük ki, hər səhifəsində 2 səhifəni qoyublar. Yəni 450 səhifədir bu kitab. 450 səhifəlik bir kitaba baxırıq. Bu kitabın elə göz belə baxanda görürük, əvvələn türkçülüğünü görürük. İkinci bu iki görürük bunun əl yazması çox bir fərqli əl yazmadır. Məsələn, bizlər uşaqlar mədrəsəyə gedəndə yazırlar, o cürsü yazılıb, bu xətti ilə yazılıb. Yəni, amma bir gözəlliyi var, bunu mən rahat oxuram. Bu xətti çox rahat oxuram, çünki hər şeyi doğru, düzgün yazıbdır. Dəndanələr düzdür, təşdidi düzdür, səsləri düzdür. Hər hərfin üstünə, hərfin nəqqaşısının üstünə ya səsin nəqqaşısının üstünə onun səsini də qoyubdur. Bu da onu özünə bir yeganə bir şey eləyibdir. Bura xoşbəxtlik buradadır ki, bu kitabın bununla belə ki, su gedibdir, əpriyibdir filan, amma yazılarına xəsarət inşallah buradan ki görürəm. Dəyməyibdir, buradan bu üzə də dəyməz. Çox bir gözəl xətti vardı. Xətti gözəlliyi məncə o dairə olub, nə bilim, çox uzun şəkilliyi deyil. Əcəba xətti oxumaq ola bilirmi? Onun üçün. Yoxsa xətti nəqqaşı, əlbəttə nəqqaşını da adam düşünməsə yenə də məncə bir şey deyil. Məsələn, Mona Lisa deyə insanlar ona aşiq olurlar, deyirlər bəlkə, nə bilim, yəni milyonlar xanımlar var, nəqqaşiləri var ki, ondan da gözəldir, amma insanlar yaradılan atmosferin təsirində qalırlar, təbliğatın və o pulu ki ona xərclənir, onun kölgəsində qalırlar. Wow, buna üçün çox xərclənibdir. Yox, elə o cürdür mütəəssifanə hər şeyin ki üstünə təbliğat çox ola və dövlətdilər onu, burada əlbəttə görürük kitabın içinə bir şey dağılıbdır elə bir, ya sürtülübdür bu səhifəyə. Görürük bunu o birisi tərəfində də aynıdır. Burada bir yerdə də sudur ya mürəkkəbdir. Mürəkkəb ki deyil, sudan zaddan bir şey, çaydan zaddan tökülübdür. İki tərəfində də bunu görürük.
E, Bir də burada nömrələri görürük ki, nömrələr də 1-1 gedir. Yəni hər iki səhifəyə bir nömrə qoyublar. Buna görə ki, PDF eləyəndə bunu eləyə bilsinlər, bir-birinin arxasıcan düzsünlər. O düzümək üçün onu o cür qoyublar. Bəzən görürük ki, bunun indi əlan burada görürəm, məsələn, bir dənə Latin bunun qırağında bir şey yazıbdır. Və bəzi yerlərdə görürük ki, elə həm latini var, həm də türkcə yazılar yazıblar. Kəskin qılınc. Məsələn, burada bir şey yazıb, onu məni eləyib kəskin qılınc. Dizginləmək, məsələn, onu burada yenə yazıbdır. Əlbəttə, burada kitabın cırıq olmasını da görürük ki, qıraqda kamilən cırılıbdır. 2-3 yerdən cırılmasını görürük bu iki səhifənin. Nəzərə gəlir ki, bu kitab birinci yazı olacaq, ehtimal verirəm. Həm xəttinə görə deyirəm ki, bunu o nağılı yazan xəttidir. Həm də bəzi yerdə görürəm ki, bu cürsə ya məsələn boş qoyubdur, yadından çıxıbdır, təzəşdən qıraqda yazıbdır, ya nə deyirlər, qələt yazıb onu düzəltməyə çalışıbdır. Bunları da bu kitabda görürük. Bu səhifədə də görürük ki, bir dənə zərbidər çəkibdir, çarpı çəkib beləsi səhifənin yarısının üstünə ki, yəni buranı oxumayın, ya bura, məsələn, yenə buradan mənə nəzərə gəlir ki, bu birincidir, bu nüsxə deyil. Nüsxə bilirsiniz, nüsxə ilə yazının fərqi budur ki, yazı sahibi birinci dəfə yazır, onun qələt-qulatı çox olar, çünki hey fikrini dəyişdirə bilər, hey taza bir şeylər gələ bilər, hey qələt yaza bilər əslən. Bəzən adam görürsünüz ki, yazı yazır, fikir qabaqda olduğu üçün, əli fikirdən yavaş olduğu üçün görürsünüz ki, adlayıbdır bir neçə kəlməni o fikrin sonuna gedibdir, onu yazıbdır. Sonra baxanda görür, bura qələt oldu. Ya onu silir, ya da onun ortasında bir xətt çəkir üstündə, altında, qırağında onu izah edir. Məsələn, burada görürsünüz, uzun deyə burada bir şey yazmışmış. Onun üstünə xətt çəkibdir, təzəşdən aşağıda yenə onu yazıbdır ki, düzün yazıb məsələn. Ya burada görürük ki, qərəliyibdir, qəhtəran deyə bir kəlmə yazıbdır ki, bilmirəm nədir, acaba qətran ya qəhtəran onun sözüdür. Ya burada məsələn silinibdir, burada bir kəlməni görürük ki, 86-cı PDF-in 86-cı səhifəsində bir səfəri görürük ki, silinib, yerinə təzəşdən yazılıbdır. Ya yenə 87-ci səhifədə aşağıda görürük ki, bir kəlməni kamilən qərəliyiblər. Bunları da görürük. Hətta görürük ki, iki səhifənin arasında belə yazıbdır, gəlibdir. O da cəlibdir, mən bunu görməmişdim. Birinci dəfə görürəm ki, kəlməni yazıb yerləşməyibdir, iki səhifəyə yerləşdiribdir. Bu dediyim kimi, məsələn, burada görürük, nəzərimə gəlir ki, bir-iki yerdə bu səhifədə də qərəliyib. Ya məsələn, burada üstdə görürük ki, bir-iki yeri qərəliyibdir. Yoğun yazıbdır ki, o orada şey olsun. Burada mürəkkəbin dağılmasını görürük. Yenə burada bu səhifədə görürük ki, yazı xətt dəyişilmir. Yəni o adam ki yazır, o eyni adamdır, davam edir, amma burada xətt biraz gözəlləşir. Yəni nədən isə bu səhifədən sonra nəzərə gəlir ki, xətt bir az fərqli olur. Deməyim gözəlləşir, biraz fərqli olur. Çox burada da bir görürük ki, bir cümləyə yetişirik. O cümləni yenə də elə bir məsələn yazıbdır. Məsələn barmağı dəyibdir ya bir şey dəyibdir. O qələmin ucundan ki mürəkkəb tökülmüşmüş, o yayılıbdır. Bəllidir bir şey çəkilib oradan olubdur. Yəni şey deyil. Çox cəlibdir bu. Kitab. Əlbəttə burada nəzərimə gəlir ki, fotokopu da ola bilər bu kitabın üzündən. Çünki bu qərarlıqların bir çoxu fotokopuda gələ bilir. Bu səhifəyə gəlirik 141-ci səhifədə. O cövhərin dağılmasını çox görürük burada. Bu əlbəttə dəlil olmaz ki, bu əcəba məsələn bu əlyazma birinci əlyazmadır ya yox.
Amma hər halda mənim nəzərimə gəlir ki, burası daha çox fotokopi olub, çünki kağız ağlaşıbdır, bəzi o qərələrin rəngi azalıbdır. Bunlar kitabdan fotokopi olub, fotokopidan PDF düzəldiblər. Kağızın ağlığı burada çox görsənir, qabaqçılarından fərqlidir. Yəni fotokopi olmağı görsənir. Hətta qərənin özü də kitabın üstünə şey olubdur. Yəni o qıraqdakı qərələr kağızın üstünə düşübdür. Kağız özü fotokopi kağızı elə kamilən nəzərə gəlir ki, kamilən fotokopidir. Gələk görək ki, burada 500-cü səhifənin sonuna gəlirik. 1123-də elə bir bunu yazıbdır. Sonunda əlbəttə bunu oxuyaq buranı, sonra qeydaq bu kitabı biraz yekəldək. Əlbəttə yekəltməyə ehtiyacı yoxdur. Bunu elə normal vəziyyətdə də oxumaq olur. Çünki xətti qəşəngdir. Bəhani qıssədən hissənün, bəhani qıssədən hissənün əhlinə qıldım. Hissi takim gün qıssədir. Günə takim günə qıssədir. Rəhməti o kişi haqqindən qazanə. Fatihə oxuya bunu yazana. Şeir halətində yazıbdır. Mən indi bunu oxumadığım üçün bunun hələ dili ilə tanış deyiləm. Yazısı ilə, qələmi ilə tanış deyiləm. Amma gözəlcə o kişiyə xəqdən qazana, əlbəttə burada xəq yazıbdır. Ehtimalən haqqıdən olacaqdır. Haqqıdən qazana, Fatihə oxuya bunu yazana. Təmmətil kitab və unillahil məlikül vəhhab gəniyənə az əfu. Künyənə ehtimalən olsun. Yəni mənədir burada səs də qoyub bir də. Kənəyənə az əful ibadi əl-muhtaci ilə məğfirətir rəhmani tarix səfəril mübarək sənəyə 1123 olacaqdır. Mənim də adım bu səhifənin aşağısında var. Cəlibdir. Bu da cəlib bir şey oldu. Səhifənin son vərəqə bir dənə qalanda ad qoyubdu. Ad deyil əlbəttə, sözün davamıdır, hidayət sözü. O da Hidayət-i Zülcəlal cildi əvvəl buldi. Yəni bu cildi hələ birinci cildiymiş. Əgər bu kitab roman şəkli olsa, indi bunu başlayarıq görürük, roman deyə yoxdur. Mən deyirdim ki, özümün düşüncəmi burada deyirəm. Oxuduqlarıma istinadən belə düşünürdüm. Türk dünyasında hikayə çox uzun, nəqillər uzun zaman tarixlərdən, qaranlıq zamanlıqlardan tarixdə nağıl var imiş. Çünki insanlar, məsələn, deyək ki, zəmisin bitdi, ya ondan qabaqdaşı karın elədi, gəldi, oturdular bir yerə, vaxtlərini keçirtmək lazımdır. Bir-birlərinə nağıl deməklə vaxtlərini keçirdərdilər. Bu son zamanlardan da var idi. Hətta indi də bəzi evlərdə ola bilər ki, olsun. Bu radio televizyon gəlməmişdən öncə %100 var idi. Çünki mən onu görmüşdüm. Hətta 1356, 57, 58-ə qədər belə bizim famililərin bir çoxunun televizyonu olmadığı üçün payızın sonlarında, qışın aylarında yığışardılar famililərin birinin evinə, hərdən birinin evinə yığışardılar və nağıl deyərdilər, ya oyun oynardılar, ya tapmaca deyərdilər. Filan məsələn gülgül oynardılar, yumurta filan bu cür şey. Orada nağıllar deyərdilər. Mən deyirdim ki, türk nağılları çox şeir şəklindədir. Yəni bu nağılları eşitdiğimin hamısı aşıqlardan filandan eşitmişdim. Allah rəhmət eləsin. Aşıq Dehqan da 1-2 gün öncə Allahın rəhmətinə getdi. Məsələn, biz Təbrizə 1350-dən sonra köçmüşük. 51-də filan köçmüşük Təbrizə. Təbriz radiosuna qulaq asmazdıq, Urmiyə radiosuna qulaq asardıq. Urmiyə radiosunun hər gün nağıl deyəni olardı və bir dənə ya iki dənə aşıq orada gələrdilər
nəğli deyərdilər. Nəğlin içində havanın adını deyərdilər. Yəni o musiqiçi çalacaqlar, onun havanın adını deyərdilər. Sonra bir dənə şeiri onunla oxuyardılar. Sonra onu oxuyandan sonra bir də onu dilucu deyərdilər. Və yəni bir oxumaqda o şeirin sözlərini deyərdə, bir də dilucu deyərdilər ki, məsələn onlar üçün oxumaqda baş tapmalar mümkündür. Onlar onun sadə dildə deyərək ondan baş tapsınlar. Bəlkə də elə o bir rəsm idi. Məsələn mən onların üzünə bir çox nağıl eşitmişdim. Çox. Yəni o radionun daim müştərisi idim. Fikirlərim ki, elə inqilabdan sonraya belə qədər mən o radionun müştərisi idim və orada gələn nağıllara, aşıqlara qulaq asardım. Aşıq Dehqan idi, Aşıq Dərviş idi, Aşıq bir dənə də erməni aşıq var idi, hətta əgər səhv eləmirsəm. Bunların orada şeylər vardı. Şah İsmaili mən oradan eşitdim. Çoxlu. Sonralar Azərbaycanda kaset eləmək, kaset navar deyirdilər, navar. Navar üzünə məsələn bir aşıq var idi, Şikari nağılı deyərək mən fikirlərim onun 54 dənə kasetinə qulaq asmışdıq iş yerində. Mən də onda ilmək çalırdım. Onu alırdılar insanlar, qulaq asırdılar. Mən özüm də məsələn ona qulaq asırdım. Əlbəttə mən almadım, fəqət qulaq asırdım. Uşaq idim onda, amma qulaq asırdım. Və ləzzət aparırdım. Mən həmişə deyirdim ki, Türk dilində nağılı şeir şəklində, şeir, qoşma, qoşmacalıq işi ilə, aşıqların işidir bu. Ya kitablarda da yazsalar elə bu cür şeirlə yazırlar. Belə düşünürdüm, belə də oxurdum. Ya içində çoxlu, məsələn bir də Şah İsmail oxuyanda çoxlu, ya Əsli Kərəm falan görürsünüz ki, çoxlu şeir var içində. Amma indi bu kitabları görəndə görürəm ki, yox, türklər bu cür də deyilmiş. Məsələn, bunu əgər 1123 il öncə yazmış olsa, burada yazaq ki, 1447, ondan çıxsaq 1123 çıxar. Bu kitab 324 il öncə yazılmış görünür. Yəni 324 il öncə kitabın adı nə oldu? Qəhrəman. Qəhrəman cildi birinci cild 300 yəni əgər 1123-cü il olsa nə olar? Olar 324 il bundan öncə bu kitabı adam yazmış və bu nəsridir, şeir deyil, yəni romandır. Bu birinci cildi, yəni birinci cildi 500 səhifədir üst-üstə. Yəni 225-i çarpsaq 2-yə olar 450 səhifə. 450 səhifəlik bir kitab, o da birinci cildi ilə tanış oluruq. İndi siz fars ədəbiyyatında gəlin buna tay bir şey tapın ki, bu cür bir şey olsun. Dünya ədəbiyyatında da bəlkə tayı az olar. Demirəm ki, yoxdur, amma az olar. Məsələn, bilmirəm indi onu mən ingiliscəsini ya fransızcəsini ya latincəsini görməmişəm. Məsələn, nə idi o şeyin adı? Komediya ilahi deyə tərcümə olub farscaya. Mən farscasını oxumuşam. O məsələn 2-3 cildidir. Mümkündür ki, məsələn onun tarixi bundan öncə ola ya sonra ola. Amma məsələn bunu göstərir ki, biz dünyada ədəbiyyatda çox da öndəymişik. Yəni 324 il bundan öncə əgər bir roman yazılıbdır, məsələn birinci cildi 450 səhifə, bunun ikinci cildi, bəlkə üçüncü cildi də ola bilər. Əlbəttə bunu görüm, əgər tapa bilsək, soruşaq, görək ki, bu ChatGPT buna görə bir şey bizə deyir ya yox. Qoyaq qalsın, çünki mən fikirəm bir 20 dəqiqədən çoxdur ki, əlan 30 dəqiqədir. Sonra yazanda əgər tapsam onu sizə xidmətinizə yetirirəm. Qeydaq indi kitabımızın birinci səhifəsindən başlayaq. Görək ki, bu kitab nədir, qonusu nədir, bu qəhrəman nə, kimdir, yazarı kimdir. Yenə gəldik Fransada saxlanır bu kitab.
tarix də bir dənə biz tarix burada tapdıq. Burada da əlbəttə bir tarix görürük. 1978-də ehtimalən bu kitab gedibdi buraya. Burada əvvəldə Türkcə 446-cı nömrəli kitabı görürük. Bu da dedik Fransada, Parisdə saxlanır. Fransada saxlanır. Burada bir yazı görürük ki I-34 vurulub üstünə. Aşağıda da 456 nömrəli bir şey görürük. Bu da nömrədir. Volum əgər olsa bu 218 2 Mars bu kitabxanaya getdiyi tarix 2 Mars 1882-də bu kitabxanaya gedibdi Fransada və o nömrəni üstünə vurublar. Burada da əlbəttə bir şey yazıbdı. Təəssüflə mənim savadım buna çatmırsa fəqət Fransaya belə bir şey orada görürük. Gedək indi kitabımızın görək ki, nə deyir? Hekayəti Cildi əvvəl qəhrəman. Cildi əvvəl olacaqdı, Ç ilə yazılıbdı. Ona görə mən biraz burada qaldım ki, bəlkə bu bir ayrı bir şey ola bilər. Rəvayati təvarixi aləm və naqilani sərgüzəşti bəni Adəm əhvali çərxü gərdündən və əfali dünyayı dündən. Dün dəni sözündən, dəni də əşağılıq sözündəndir. Fikir edirəm ki, ərəbcə söz olacaq. Bilmirəm ərəbcədir ya şeydir. Farsca bunu dün deyirlər. Biz burada dündür. Dün hətta bəlkə dünən sözü kimi ola, yəni keçmiş əşa. Əf'al dünya dündən ol vəc ilə nəqli bəyan olmur ki və olə və əvvəl vaxt kim keyfiyyət Adəm bir də eybidən iqtizai iradətullah birlə yəni bərabər farsca ba həm zuhurə gəlib kəraməti tacini görürük ki, o yerdə ki, tac, məsələn, cıları ç yazıbdır. Bu da bir ehtimalən bir türkcə ləhcədir. Bilmirəm, haranın ləhcəsi ola bilər. Ola bilər ki, bir türkcə ləhcə olsun ki, c, məsələn, bizim fikrim Binabda, fikr edirəm, dəqiq mütməyin deyiləm, Binabda fulanda, məsələn, kəbaba çəbab deyirlər, ehtimalən o cür yerlərdə, məsələn, o cür bir ləhcə ola, bilmirəm. Hər halda burada görürəm ki, bu ikinci yerdə görürəm ki, c, ç yazır. Ç da ç yazır əlbəttə. Ona görə burada bir qaldım. Gəlib kəramət tacini başına giyib, mən bunu buradan bizə elə nə cür yazıb o cür oxusan, yaxşı olar. Tacini başına giyib İxtiyar xələti əlinə aldı. Aldı deyil, əlbəttə mən bunu indi özümdən yəni, oxuduğum kimi yaxşı deyil, əldi. Ələmi ərsimaya əsmaya olacaq. Ələmi əsmaya ələmi olub, ələmi əsmaya ələm olub. Bəlkə düzdür, ələmdir. Ələmi əsmaya ələm olub, ol dəvlət büldüküm ol dəvlət ehtimalən bunu oxumalıyam. Fotokopu olduğu üçün biraz da bunlar şey olubdur. Kamilən fotokopluğuna indi iman gətirdim ki, bu kitabın əslindən fotokopudur. Ol dövlət bulduğum molla yal fəxtər eylədi. Nəhtər eylədi. Molla yar ya molla yana fəxtər eylədi.
ol dövlətlə insan üzüyüb o zəyyub xuda nə cür? O dövlətlə insan önlüyüb olacaqdı, ehtimal verirəm. Önlüyüb xuda ərkan-ı zahir olub təşrifat əmrini əmr-i mai mutqin. Bir dənə də D burada altda qoyubdu. Bu da nədir? Birinci yazı olduğu üçün bu şeylərində biraz qələmin hərəkətində və ləhcəsində fərqi vardı. Onun üçün bunu mütəqəyyin, əlbəttə dal da var, bu nə ola bilər? Onu mütəqəyyin olundu. Riyasət-i siyahəti büldü və hökumət sodələri Adəmi bəni Nəbi əleyhissalam Adəmi yəni Nəbi əleyhissalam kəndi zamanında. İndi məsələn burada yavaş-yavaş tanış olmağa çalışıram. Məsələn zamanı dal z ilə yazıbdır. Pəs bu dünən də oxuduq ki z əyilibdir zamanı hala dal kimi. İndi bunu yavaş-yavaş bunun dili ilə tanış olmağa çalışırıq. Yəni 5-10 səhifə oxuyandan sonra bunun əl yazısı ilə tanış olacağıq və bu kitabı oxumağa bizə imkan yaradacaqdır. Oğlu Kiyuməs ərkan-ı hökm-i səltənət göstərib Şeyh-i Peyğəmbər əleyhissalam xəlifə-i xəliqə nəsb edib qabil qovminə qədaya göndərdi. Qəda savaş. Qədaya göndərdi. Ölə xalilə hal olacaq bu ehtimalən. Ol halilə adət olub Kiyuməs də ehtimalən bu Kiyuməsdən mənzur Kiyumərs ki bizə farsda öyrədiblər o ola bilər. Bəli, burada bu adam öz məlumatına görə, öz bildiyinə görə, ləhcəsinə görə Kiyuməs yazıbdır. Ehtimalən də mən adı bu ola. Mən bunun doğrusu Kiyumərsdir ya Kiyuməsdir bilmirəm. Kiyuməsdən sonra oğlu Təhmun ol əvvəl padişah oldu. Ol halilə söz çoxdur. Tarixdən biri tufan-ı Nuhidən. Tarixdən bəri tufan-ı Nuhidən. Məsələn bu Nuh görünür. Amma mən Nuhdən sonra nəsli. Məsələn burada 2 nöqtə görsənir. Təsli. Nəsli Kiyuməsdən Bəni Adəmdən bir padişah oldu. Adına Təhmurad diyu bəndə dedilər. Təhmurad diyu bəndə dedilər. Təhmurad diyu bəndə dedilər. Təhmurad şah dəxi ökdərdüb avgərdüb bu nə demək olar? Ökdərdüb ol səbəbilə divlərə çox ələm yetişdi. Təhmurad şah dəxi ögrədüb, ehtimalən örgədüb olacaqdır. Ögrədüb dedik ki bu qabaqçı kitablarda oxuyanda dedik ki Türkiyə ilə Azərbaycanda bu örgətmək və öyrətmək beləsi, o da onu öyrətmək məsələn. Biraz yerləri hərfin C ilə R-in yeri dəyişir. Türkiyədə biraz da yumuşaq olur. Azərbaycanda Qəradağda, Ərdəbildə C hələ C-dir. Örgətmək, örgənmək
deyilir. Bəli, məsələn Təbrizdə fikir edirəm ki, biraz yumşaq deyilir, amma yadımda deyil ki, nə cür deyilir. Daxı öcrədib əvvəl səbəblə divlərə çox ələm yetişdirir. Məgər əvvəl zamanın divləri şeytanın yanına cəm olub Adəmdən şikayət eylədilər. Şeytan amma eydir ey nəsli tarı nur bilirsiz kim ol Adəm üçün ovucundan başıma nə salələr gəlmişdir. Adəm ilə siz şimmədən geri aşkara cəng edib xeyir edəməzsiz. Xeyir yazıb təşdid qoyub, amma ehtimalən xeyr, yəni xeyr edəməzsiz. Oldur ki, işi nəhan işləyəsiz dedi. Etdilər, buyurun, necə edəlim? İblis əleyhillənə eydir. Şimdi sizin düşmanınız Tahmuraddır. Murad əlbəttə yazıbdır. Muraddır. Siz xod yürsinə irməzsizdir. Əgəm taətə dünyada məşğuludur. Cəlibdir. Dünyada deyilən re misal nun yazılır. Ona görə buradan da buna diqqət eləməliyik. Dünyada məşğuludur. Daim yanında anın olmaz. Daim yanında əksik olmaz. Amma əgər Tahmuradın üzərinə olursunuz, bəlkə olacaqdır. Bəlkə bir xeyr edəsiz. Zira kim ol padişahıdır daim eyşunuşa məşğuludur və hökumət edicidir. Ol söz ilə mələin dəxi eşidib daim Tahmuradın fürsətini gözlüb nə vəcih ilə zərər edib intikam edələr əhli tarix qolincə qol söz. Əhli tarix qolincə ol zaman Tahmuradın bir oğlu varıdır. 3 yaşında idi. Adına qəhrəman dərlərdi. Hüsn ilə günəşə kərəm oqurdu. Hüsn ilə kərəmə getmə oqurdu. Elə bil ki, burada biraz cünbündən ya cünbəsindən ehtimalən beləsi oxunur. Cünbəsindən anın cəhangirlik zahir idi. Ehtimalən cəbinindən olacaqdı. Yəni alnından. Cəbinindən anın cəhangirlik zahir idi. Məgər Tahmuradın
yenə bir qərəndaşı var idi. Adına Cüdşasib deyərlərdi. Ya da Gürşasib deyərlərdi. O qədər sahibi şücaət idi ki, çəng ilə əjderhaları və uzunları dahi zəbun edərdi. Əjderhaları və unneləri bilmirəm nə olur, bu nə deməkdir. Əlbəttə, bəlkə də yazıda izafi düşübdür bəzi şeylər, ona görə dahi zəbun edərdi. Ya necə güd, indi burada, məsələn, bunun üstünə bir dənə də əlif qoyubdur, bilmirəm ki, o nəcür oxunacaq. Kuad Şabın dahi bir oğlu var idi. Ya necə Küdşabın, o qardaşının adı oldu da, beləsi bir şey dedi ona. Küdşabın burada yazmayıbdır. Burada yazıb Küdşabın dahi bir oğlu var idi. Adına Qəhtaran dərlərdi. O zaman o dahi 7 yaşında idi. İki qərəndaş oğlu bir yerdə olarlardı. Məgər bir gün divlər fürsət bulub şahzadələr bağçada oynarkən divlər biri yerib Təhmuradın oğlunu ki adı qəhrəmandır qapdılar. Qəhtaran böyük olmağın əl vermədi. O xəbər Təhmurada irəşdi. Oğlunun ol halinə gayet məlul oldu. Nə qədər kim istəyib cəhd eylədi. Əlinə girməyib. Ol hərarətlə dahi Təhmuradın Şimdi burada o Təhmuradın əcəl irüb ehtimalen, beləsi oxuyaq. Əcəl irüb oldu. Yerinə qərəndaşı Küdşab. İndi burada adı qələt yazıldı. Orada bir şey yazılmış ki, Kürşasb. Burada Kürşab. Şah oldu. Tamam qardaşı. Ravi qovlincə rivayət edər kim bu canibdən qəhrəman divlər kim alıb getdilər. Götürüb qafun ətəcində heyhat səhrasında bəslədilər. Diqqət buyurun da, burada yavaş-yavaş keçir o kəlmələrə ki, irfanda işlənir. Yəni alıb getdilər, götürüb Qaf dağının ətəcində heyhat səhrasında bəslədilər. Ol fikirlə kim cəddüklərin edinib anın əli ilə insanidən intiqam alalar. Orada intikam yazmışdı, burada intiqam yazıbdı. Ta kim qəhrəman 13 yaşında oldu. Əslində burada diqqət eləsəz elə bir şey Şah İsmailin nağılıdır. Yəni Şah İsmail də 13 yaşında olur. Divlər. Çünki bilirsiniz bu
İndi adı yadımdan çıxdı o bu günləri Ustani Cilan-ı Mazəndərana öncədən bir ad deyirdilər və onun da adamlarına div deyirdilər. Dev. Burada da o görsənir. Şah İsmaili də aparıblar ora. Mənə belə gəldi. Yəni nə cür olsa mənim zehnimə Şah İsmail gəldi. Ta kim qəhrəman 13 yaşında oldu. Bir heybətlə pəhləvan oldu kim qudrəsindən, qorqəsindən kimsənə yürünə, qurdəsindən, qudqəsindən oxunur, qurqəsindən də oxunur, amma qurqəsindən kimsənə yürünə baxmazdı. Yüzünə baxmazdı. Qorxusundan olacaq bu. Qorxusundan pəs beləsi oldu. 13 yaşında oldu. Bir heybətlə pəhləvan oldu kim qorxusundan kimsənə yüzünə baxamazdı. Təvarixdən şöylə bəyan oldu ki, qəhrəman elə pəhləvan oldu kim atası Təhmuradi və əmusi Gürşab unutturdu. Çünki çənginə və zərbətə ləşkər verilmədən döyməzdi. Qəl'ələr qəbullərin birindən irdi. Qəl'ələr qəbullərin birindən irdi. Hutuzlar nə deməkdir? Burada kitap təkrar olub. Cəlibdir ki, yox, təkrar olmayıbdır. Bu birinci bu 4 səhifə oxumuşuq, nəzərimə gələn, bəli. Burada indi 5-ci səhifədə adı təkrar olur. Hikayəti cildi əvvəli qəhrəman. Eləcə özü burada 6-cı səhifədə yazıbdır. Olmuş idi kim? Pəs bu nə idi? Birindən erdi. Xunrizlər olmuşdu kim? Cahan pəhləvanları qəhrəman gəldi deyə qan qaşınırdı. Hərgiz kəndiyə kimsə yoldaş edinmürdi. Ya edinmədi. Yox, edinmürdi. Həlak edərdi. 300 yıl tənha aləmi gəşt edib. Ömrü 300 il oldu uşağın. Əlindən div və pəri əman bulməzdi. Hələ kim rüb-i məskun ət içində qəhrəman əlindən qan dökülmədik bir yer qalmadı. Cahanda ana əzm olmazdı. Cahanda ana əzim olmazdı. Gah coşa gəlib kəndi bəndə cəng edərdi. Kəndi belə cəng edərdi. Bin Batman dəmirün bir əmud etdi. Bin Batman dəmirdən bir əmud etdi. Ehtimalən dövüb yerə bərküdüb, peş 100 Batman təmirdən bir pəncə endirib. İndi bir dənə orada 1000 Batmandan bir dənə əmud düzəldibdi. İndi 500 Batman təmirdən. Üstə yazmışdı dəmirin
Burada yazmışıq Təmürdən. Əcəba bunlar ikisi Dəmirlə Teymur ikisi bir şeydir, ya fərqlidirlər. Belə nəzərə gəlir ki, Dəmirlə Teymur ikisi bir dəmirdir. Teymur da həmin dəmir sözündəndir. Dəmir türklərin adları olubdur, çox şeydir, məşhurdur türk adı. Bizim hətta yaxın kəndimizdə də adı var idi. Daşdəmir deyə adamın adı var idi. Çox gözəl admış, mütəəssifanə biz onu bilmirmişik. Yəni o zaman bizi məskərə eləmişdilər ki, məsələn Daşdəmir deyib gülürdük ya bəzi adları deyib gülürdük. Niyə ki beynimizi işğal eləmişdilər düşmənlər, öz adlarımızı məskərə edirdik ki, yerinə gedək məsələn fars ad qoyaq. Fars adları bizə yaxşı eləmişdilər. Hətta məsələn mənim tanıdıqlarım var idi ki, adlarını dəyişdirmək istədilər. Məsələn bir ad qoyurlar ki, məsələn Gülüstan, Fulanı, Bəhman, belə bir şeylərdir. O halda ki, türk adları çox daha mənalı adlarmışlar, anlaşılır bir adlarmışlar. Hər halda üstə dedi ki, bin batman dəmirdən bir əmud etdirib yerə pərşidib 500 batman Timurdən bir pəncəyi endirib ol əmudə bərçitiş etdi. Bərçitmaq. Farsıya bərçitmağa möhkəmkərdən deyək. Bərçitiş etdi. Gah körmətlə qol sunub ya kərməti ilə. Bu kərmətdir, nədir? Bu ikinci yerdə təkrar olur. Buna tay bir şey. Bilmirəm mənası nədir. Kərmətlə qol sunub ol pəncəyi sağına və soluna yürürdü. O pəncəyi sağına və soluna yürürdü. Sonra 40 sığıt su sağırı, bu nə olar? 40 sığıt süvə soğuri qoşa dələrdi. Bu nə deməkdir? Çıx-çıqıt su sağırı, su soğuri qoşa dələrdi. Qoşa dəlmək yəni ki, iki dana bir şey. Bu qoşadır məsələn. Çiyin-çiyinə, yan-bayana, o şey ki, ikisi yan-bayana, ona qoşa deyirik. Amma bu nə deməkdir? Çift olacaq ehtimala. Sonra 40 çift su sağırı, sığır olacaq bu da ehtimalən, amma soğarı yazıbdır. Süvə sığarı qoşa dələrdi. Əvvəl pəncəyi küçlə birinə gətirərlərdi. Pəncəyi küçlə bir tənə gətirərlərdi. Yenə vaxt olurdu qəhrəman belinə qırıq zəncir ehtimalən qırıq zəncir tutub buyururdu. Odla zəncirlərin içini bir yer pəhləvan. İndi burada mən deyirdim, bu kitabı rahat oxuyaram, amma bunun xəttin onlardan çətin oxuram. Bəlkə bir illəti şey oldu. Hələ bu kitabla tanış, bu xəttinlə tanış olmamışam. Bundan belə ki, nəzərə gəlir, sadə yazılıb, amma o qədər səs, nöqtə və nöqtələrin çoxluğu o qədərdir ki, məsələn, dedim misal üçün, cıları p yazıb çox yerdə, yəni cıları ç yazıb çox yerdə və çoxlu yerdə nöqtələr düşübdür ki, bəlli deyil bu nöqtələr əsli kitabda var, yoxsa məsələn tozdur, nə bilim nədir düşübdür kitabda və
fotokopuda görsənir. Vaxt olub dəri qəhrəman yelinə 40 zəncir tutub, ehtimalə o da belinə olacaqdı. Belinə 40 zəncir tutub buyururdu. Olan zəncirlərin üçünü bir pəhləvan dönüb fot edərlərdi. Qəhrəman birindən irməzlərdi. Qəhrəman yerindən irməzlərdi. Yəni çəkib apara bilməzlərdi. Beləsi istir desin. Odla zəncir ilə üçünü yer bir beləsi nağılı indi yavaş-yavaş istəyirəm nağılı öyrənəm ona görə. Vaxt olubdur qəhrəman belinə 40 zəncir tutub buyururdu. Ola zəncirlərin üçünü bin yer pəhləvan, bu nə mənə ola bilər? Pəhləvan dönüb fot edərlərdi. Qəhrəman yerindən irməzlərdi. Yəni tərpədə bilməzlər. Nəzm ilə sahib qüvvət idi. Nəzm ilə sahibi qüvvət idi. Qəhrəman kim əlindən aciz idi. Qəhrəman ki əlindən aciz idi insucan. Qul edübən sala hişmətlə kəmənd mar ərşin qavaridi. Qeyd bəndi yer olurdu. Payı rəxşindənğubar gözü qanı qeylurdi. Qeynamaq haman ehtimalən. Qanı qeylurdi. Tarmara dürriyyətə dönməzdi. Tarmara ehtimalən zürriyyətə döyməzdi. Yazılı fələk zad edər. Yazılı fələk zad edər. Zorundan qav ilə simin əsalinə yənği bəhr yox idi. Biraz zor oxudu. Bu kitabı mən deyirdim, mən çox rahat oxuram, amma vaqəən hərfləri təşxis vermək çox zordur. Yox idi. Şəhabə cəngə simorğ gəlməzdi. Şəhab cənginə simorğ gəlməzdi. Rubabdır ya zubabdır, bilmirəm indi. Zubab yeryüzündə xəsm ilə eyləsə tənəsindən olurdu. Gökdə rəd işbu desmə kimsənə idi. Gökdə rəd işbu rəsmə kimsənə idi. Qəhrəman itqanı böylədir. Əhl-i bəyan nəsri qolunca Əhl-i bəyan nüşəray qolunca ol zaman kim qəhrəmanı deyvlər qoyub 13 yıl kim bəslədilər nəqdi nə qədər köçdü cəhd eylədilər ki kəndülərə uduzələr.
Qəhrəman dəxi gördüyüm bu divlər qovmi yaramazlar qovmudur. Dirilikləri kəndinin xilafincə axir öz halindən sual edib kəndisi ki olub yöndən üçün gəldiyi bulub divlərə xəşm cəbrən və qəhrən rüb-i məskunə gətirdi. Amma qəhrəman rüb-i məskunə gələcək əmusi fot olub o zaman dəşt diyarından bir padişah qopmuş idi. Adına Huşəngşah derlərdi. Atasına Halahilan derlərdi. Amma Huşəng 7 iqlimi qılıc ilə tutub cümləsinin şahları qaçıb Hində getmişdi. Varıb Hindi yanında xidmət eləyib. Daim Huşəngidən şikayət edib rəy şahi təhrik edərlərdi. Day şahi təhrik edərlərdi. Kim gəlib Huşəngilə cəng edib diyarların alı verə Rəy şah dəxi neçə yıl yaraq görüb 40 gün 100 bin 30 kere 100 bin tərə fil cəm etdikim Huşəng şah üstünə vara az canib ravi edən məgər Huşəng şah dəxi xəbər eşitdikim düşmanları qaçıb Hind diyarına varmışlar. Alıp Rəy şahi daiman dediler. Burada bir şey yazılıb ki, şimdi onu oxumaq zordur. Dedilərmiş Huşəngşah edü zibin xor ansuz dəxi Hindistana varıb. Mənə niyə ki hər nə oxuyuram nəzərimə Şah İsmail gəlir. Yəni varıb ani dəxi fatih etmək muradımız. Bu gəni kim? Bu gəni kim yoktur bəhanə oldu. Bu gəni kim yoktur bəhanə oldu. Deyib 17 kere 100 bin cəm edib qəsd eylədi kim Hindistana getdi. Məgər casuslar Rəy şahə Huşəng şah gəlir deyə xəbər gətirdilər. Kim 17 kere 100 bin ola üstünə calibdir. Burada biz çox şeylə tanış oluruq. Bunun dövründə məsələn milyon yoxdur. 17 kere 100 bin. Yəni 1.700.000 nəfərdən danışır da əslində. Çox böyük ədəddir. Yəni belə adamı gəlir deyə xəbər gətirdilər ki 17 kere 100 bin ola üstünə gəlir dedilər. Bu nə olur? Ayran. Qabaqcan İran kəlməsi haqqında türkü dildə demişdik ki, sözündən ərənlər yazılır, amma cəmi mükəssər də bağlaya bilirmişlər. İran deyə, İrənlər olur İranlar. Yəni ərlər.
İran sözü türkçə sözdür məncə. Ər sözünün cəmdir. İrən, həmin İran yazılır. İrənlər, İran. Yəni ərlərin torpağı. Beləsi. Əgər Səfəvi dövründə də buna İran deyiblərsə, bu türkü ad olduğu üçün, yəni ərlərin torpağı. Ərdəki, yəni savaşçılar, qəhrəmanlar, bu cürsə. İndi burada da eyni onu görürük. Yəni burada ona görə yadıma düşdü ki, 17 kərə 100.000 adlə üstünə gəlüz dedilər. İran. İndi burada İran yazılıbdır. İran, təşdidə gəlir oxusaq, İran, Turan olur da. Burada gördüyünüz kimi burada gəlir. İran, Turan, bəkləri kim? Huşəng şahdən qaçıb, nəməni qaçıb, hay Hinduya gəlmişlər. Burada bir şey yazılıbdır. O oxuya bilmirəm ki, nəməni Hindidir. Qaçıb nəyi? Bəhay Hinduya gəlmişlər idi. Ol xəbərdən bəğayət bihuzur olub heyran qaldılar. Zira kim huşəngdən bir neçə gün təbəncə yemişlərdi. Bir neçə kərə təbəncə yemişlərdi. Bu nə mənadır? Təbəncə yemişlərdi. Əqra-i Hindi ol xəbəri eşidəcək. Əqra-i Hindi ol xəbəri eşidəcək. Əlinə ürüb qəhqəhə ilə güldü. O kimdir? Əqra kim olacaqdır? Güldü. Eddü zehi əcəli gəlmiş. Zehi əcəli gəlmiş huşəngi kim bu qədərcə çerilə benim gibi şahın üzerine gelir deyib kərəm oldu. Ya cərm oldu. Əlbəttə burada kərəm oxunur, amma kərəm oldu. Azın canıb azın canib huşəng azın canibi. Bilmirəm azın canib nə ola bilər? Azın canib huşəng şah 3 yıllıq yaraq görüb. Azın canib yəni o birisi tərəfdən. Beləsi olacaq. Azın canib huşəng şah 3 Türk dilində bu cürüdür. Nağıl burada dursun, o birisi tərəfi deyir. Ona görə nağılı burada dursun, azın canib yəni buradan dursun, o birisi tərəfdən. Azın canib huşəng şah 3 yıllıq yaraq görüb ta kim əzmi Hindustan eylədi. Məgər yolu olduyan gəlib irdigim qəhrəman yürlər qəhrəman diyu gətirib. Məgər yolu olduyan gəlib irdigim qəhrəman diyülər gətirib ol yerdə qoymuşlardı. Ol tağa qəhrəman tağı dərlərdi. Məgər qəhrəman dağı insan görməklə vəhşi olub, kəndisi ol tağda gəzib şikar edərdi. Sabah yerindən durub gedərkən bir qəblan bulub fəvarkən gəlib bir tağ qülləsinə irərdi. Gördüyüm bir əcayib ləşkər müzəyyən tərtibi insan insan üzərə alay fouc mouc ürüb köçüb gəlir. Əlaydə şahanə
Səncaqlar Süleymani ələmlər yer açıb Pərvaz edən ələmlərdə ələmlər dəbənd pəhləvanlar var kim qədləri ələmlərə bərabər olmuş o leşkerin sedası روی زمینه harasan salmış at fil keryeden avazi tolmuş az canib gene dedik az canib nağıl değişti gedir bu sefer az canib bu tərəfdən qəhrəman o leşkerin zinətinə baxıb təhsin edib bunlarından diyor bunlar neden diyor bir zaman durub tamaşa eylədi ta ki 1700 bin ərdəxi 24 böllük gəlib Kühüstan Dərbəndinə girdi. Dərbənd şeydədir. Kühüstan Dərbənd. Dərbənd Təbrizdə küçələrə Dərbənd deyirlər. Dərbənd. Dərbənd eyni halda Azərbaycan Cumhuriyyətində bir şəhrin adıdır. Mən bilmirdim ki, Dərbənd iki dağ ki bir-birinə yaxındır, arası dərədir, ora deyirlər Dərbənd. İndi burada kitabda oxudum. Bəllidir ki, o yer ki, iki dağın arasıdır və ayrı yol yoxdur oradan geçməyə, o dərədən geçəcəksiniz, ona Dərbənd deyirmişlər. Bənd səddidir. Dərbənd, dərəbənd sözündən olacaqdır. Yəni o dəreyi ki, o çox rahat onu bənd eləmək olar, onu bağlamaq olar. Bənd özü də bağlamaq anlamındadır ki, Farsiyə də gecikdir. Ehtimalən bəndə də buradan gəlir. Bəndə də buradan gələr, bənd sözündən, çünki o da bağlıdır. Bağlamaqdır. Bəndəniz, yəni mən sizə bağlıyam, beləsi deməkdir. Kühüstan Dərbəndinə girdi. Yəni o nedir? 17 bölük. 24 bölük. Gəlib Kühüstan Dərbəndinə girdi. Vəli o leşkerin önüncə 80 bin kəryədən at səvar müqəddəm 80 sıçaq gətirib səncaq 80 səncaq gətirib bir sultani ələm çəkmişlər. Ələm Dərbəndə bir şəxs Dərbəndə bir şəxsi bir saru kəryədən bir sarı bir saru kəryədənə səvar olmuş 63 ərş qədilər mərdanə tac libaslar giyib öküncə yenə bir kərdədən önüncə yenə bir kəryədən üzərinə ol pəhləvanın əlayı hərbin bərkitmişlər. Ol hal ilə 80 bin kəryədən savad o günə ya savar önünə düşüb çəkib gəlir qəhrəman ol tərtibi görəcək leşkeri daxi avkat tamaşa edim. Ehtimalən daxi onan avkat nə demək olar burada? Qətən vəkil anlamına deyil ki, indi Türkiyədə işlənir. Görəcək leşkeri daxi adkat tamaşa edim. Bu onat başlapıram, bu nə cür oxunsun? Hər cürə oxumağa çalışıram ki, kürkü oxuyayım, olmur. Avkat tamaşa edim deyib, tağdan enib, Dərbənd ağzına gəlib, sütun gibi bir şükuya
tayanıb bir səkkuyə dayanıb, acaba səkku deməyək, səkki bir yer ki ora aşağıdır, qol yetişən yer, adam ki duyurur, onun qolu yetişən yer ki qolunuzu qoyasınız, orada dayanasınız, ona səkki deyirdilər. Farsiyə gedib olub səkku. Bir səkkuyə tayanıb turdi. Gələn ləşkəri nəzər imdi. Gözdigim. Gələn ləşkəri nəzər elimdi. Eyləmdi əlbəttə ola bilər. Əlimdi. Nəzər alındı ehtimalən. Əlimdi. Gözdigim. Öncə gələn ləşkərin günləri rəxşan oynadıb. Gələn ləşkərin gögülləri ehtimalən. Gögləri rəxşan oynadıb, ləşkər önücə gedib gəlir. Burada bir kəlmə yazıbdır, onun üstünə də xətt çəkibdir. Gözəlim, Dərbənd ağzında bir adam durur, 45 arş qəd çəkmiş. İndi gediblər, hətmən şaha deyirlər da. Ləşkər önüncə gedib gəlir. Dərbənd ağzında bir adam durur. Dərbənd ağzında bir adam durur. 45 arş qəd, arşın yəni 45 arş qəd çəkmiş bir tağ gibi kərgədana binib bir dərin gibi, bir dirək gibi səkuyə tayanıb turur. Ol qəhrəmani gözlər ilə ləşkərə xəsmanə nəzər edər. Ol surətlə qəhrəmani görçək alusi eylər. Ulusi eylər və varub səkuyə tayanıb edər. Ey bicanə, ayrı yazıbdır. Ey bicanə, ayrı yazıbdır. Çan kimi, bicanə. Ey bicanə, kimsən ki bu yol yönün gibi, bu yol üzərə yönün gibi ehtimalən bu sütun olacaqdır, yutun görsənir. Sütun gibi əzəmətli ləşkərə bu qədər cahan dəst sərvərlərə qarşı durub dəxi belə güstaxanə hərəkət edərsin. Qani ədəbün ya xofun yoxmi? Qani ehtimalən hanı mənasındadır burada. Qani ədəbün ya xofun yoxmi dedi. Qəhrəman ol hərifün əylə qaqıyıb, hərifün əylə qaqıyıb, ol sözünə xəşmə gəlib eylə qaqdı kim? Ol hərif dəxi qəhrəmanın ol halini görəcək, durmağa məcali qalmayıb döndü. Qəhrəman dəxi yürgəz ilə xıqırıb, bu nə deməkdir? Edər. Ey
Gəh bəzən yana ya gedirsin kim yoldan Adəm irməğə gəldin. Burada əlbəttə bir şey yazıbdır. Birində qəhrəman dəxi yerkəz ilə birkəz ilə heygırıb ehtimalə haygırmaq burada nöqtə islafi düşübdür. Bir kəz ilə haygırıb edər. Ey qəhbədən yanan ya. Qəhbədən yanaya gedərsin. Kim yoldan Adəmi irməğə gəldin. Bir dəm tuz Adəm yerdim. Toz Adəm üzərinə gəlmək neçə olur. Sana göstərin deyib irincə hərifin ixtiyarı qalmayıb. Dönüncə qəhrəman gözləyib ardınca yel gibi erib ol hərifi kəmərindən alıb elə yerə çaldı kim xurdu-xam oldu. Anı görsək ləşkər xalq bir-birinə toğunub yer qəhrəman üzərinə at sürdülər. Qəhrəman dəxi kəndinin üzərinə düşmanın hücumunu görəcək bir kəz elə bir köz həman ki kürz ehtimalən o olacaqdır. Bir kəz ilə nərə urdu kim avazından Köhüstanın yangılanmaq yəni orada səs saldı dağa səs düşdü. Məsələn necə dəfə deyir hamamda falan səs salırsan səs düşür o cürsə. Yangılanıb o ləşkər bir-birinə toğunub ləşkərin önü ardına yetənə dərbəndə yığılardı. Məgər qəhrəmanın ol hərəkəti ləşkərin iş görmüş adənlər görəcək bir iləri gəlib etdilər. Ey sahibi şücaət bu qədər bu səlabət ki səndə vardır layiq midir ki böyle edib huşəng kimi şaha bu qədər cahangirli bu qədər cahangirli belə böyle edersin. Xüsusən ki huşəng şahın sərləşgəri Bəhram Çəbəli gibi kimsənə ola. Hay odur ki bəlle və kəndini bəlle. Hay adını bəlle və kəndini bəllədir dedilər. Bəlləd dedilər. Hay adını bəllə və kəndini bəllədir dedilər. Dəxi qəhrəman ol sözü eşidib edər. Ey bi xəbər benim çəngümə əjdərhalar gərək.
bəgərni bəhram kimdir, huşən kimdir deyib, yenə əylə çəng edəgəm. Cəng edəgəm, ol 80.000 kergedanə səvari bəhramın üzərinə bıraktı. Ol 80.000 kergedanə səvari bəhramın üzərinə bıraktı. Məgər bəhram gülü dəgəz dəxi bu qoğayı eşidib. Məgər bəhram gülütkən nə deməkdir bu? Gəlürkən, dal deyil, bunu r oxuyaq. Gəlürkən dəxi bir qoğayı eşidib, bu qoğayı eşidib, nədir deyincə gördü kim qovmi gürlüyüb, qovm gürlüyüb, od cüb kəndinin üzərinə döküldü. Od küb kəndinin üzərinə döküldü. Həman Humayunə xal dincə gördüyüm 45 arş qədli bir kergedanə səvar, onun gibi əzim ləşkərə ilə seyf oddi. Ki biri, tamam, mən fikir edirəm ki, cəlib bir nağılla üzbəyüzük dostlar. Amma bunu mən istəyirəm bir tarixdə görək. Sadəcə bu 324 il bundan öncə yazıldığını eləyə bildik. Bu kitabın sonundan tapaq. Əlbəttə burada da bir şeylər üst-üstə 15 səhifə bu kitabdan oxuduq. Mən gedim, məsələn, hər 100 səhifədən oxuyayım, 2 səhifədə oxuyaq, qutaraq bunu. Yəni, ya 50 səhifədən biraz oxusaq, 4 səhifə elər, 70 deyəm, 70-dən biraz oxuyaq, o cür oxuyaq görək. Görüb qeyrətlə gəlib, ol 30.000 fil başına çəngəl ödüb, qəhrəman üzərinə əvan saldılar. Ya əran saldılar. Əran qəhrəmanlar olur, ərlər, amma burada saldılar. Yer çəngə qol sandılar. Qul sandılar. Qul dediğimiz kimi də, yəni şey. Gəl imdi, gör qəhrəman qəlbinə qəblər qabinə düşdü. Bu nə mənədir? Qəblər bilmirəm. Elə nərə urdi kim həştələrin zəhrəsi çak oldu. Bu həştələr nə mənədir? Həştələrin zəhrəsi çak olurdu. Nə qədər kim şah sevərləri erib, şah sevərləri, səvar həman ehtimalən olacaqdır, səvərləri erib qəhrəmanə qəfadar olmaq istədilər, qəhrəmanın üzərinə irmədilər. Elə kim fillər dairədən qəhrəmanı araya almışlardı. Bağı 10-40 kərə 100.000 fildən qeyri olan ləşkəri bir-birinə ürdü. Bulun eylədi. Bulun nə deməkdir? Fil cəlibdir. Burada çoxlu lüğətləri, sözləri tanış oluram türk dilində. Bu kitabı adam oxusa bir dünya lüğət öyrənər.
və bir dənə daha romanla tanış olar, tarixi bir roman. Bəlkə xiyalidir, bəlkə xiyali deyil, amma ola bilər. Bağı üzərə 40 kəz 100.000 fiilidən xeyri olan leşkeri bir-birinə urdi. Yolun bulun eylədi. Fil yanlar dahi, filbanlar dahi erib her tərəfdən 40 zəncir qəhrəman üzərinə saldılar. 80 zəncir edib qəhrəman iki tərəfdən bənd oldu. Bir kəz qəhrəman 80 zəncir iki tərəfdən solub ölə solub eylə nərə üzərdi kim avazindən cahan cümlədi. Gedək 140-cı səhifəyə baxaq. Olar. İndi bu getdi 200-cü səhifəyə. Mən 140 demişdim. Tamam, gedək burada 200-cü səhifədən 205 nə yox 4-dür, 5-dir. Bura baxaq da 4. Gərdənkeşan qəhrəmanə yaş ya baş ürüb ondan servi xaraman ilə mərhəbalıyıb irər sərvəri zaman Behemdullah ki səni sahibi giran yanında dostluqla gördük. Qəhrəman dahi gərdənkeşana hal bəyan eylədi. Gərdənkeşan dahi dönüb gəlib şaha baş ərüb edi. Ey şah-ı cahan ol qəhrəman yanınca gələn ray hindi qızı servi haramandır. Qəhrəmani şəfi edib ateşinə aman diliyü gəlir dedi. Şah bu xəbəri eşidib edər sorurların sərvərlərin başı üçün sərvərlərin başı üçün ben onun sözün qəbul eylədim. Qəhrəman xatiri üçün zira kim çox ilicün gördük deyib buyurdu. Nə qədər onda şəhrizadələr varsa qoşu götürüb merhabalar dediler. 600 elmas çıgalıp 600 elmas bu ne bunlar? Naçulu binler öne düşüp pinler ögüne düşüp yürüdüler. Behram Çəbəli dahi gəlib başın ərüb sərvi xəramani mərhəbalədi. Şah yəqin erdilər sərvi haraman şah gözecək sərvi haraman şahi gözecək piyada olub cümleyi olan sərvəri Salatin qəhrəmani ilə piyada oldular. Tamam, tam gedək 150 PDF oxuyaq. 154-ə gəldik. Dedilər ki, ey dərdi murad ey durdi müz üzrə ey dərdimiz üzrə dərman Behram Məhəmmədallah gerisini görəcək
görmez varmış deyip birinin üzerine düşüp əqilləri zail oldu. Ol dəmin nə hacət kim olundi məqbul oldu. Ol xallə ol gecə anda alıp sabah gitmek yarağın ettiler ra'dine qəhrəmani götürüp bağı gedini deyirlər pərilər getirdi ravi qolincə ol vəqti kim şəhbal pəri qasidi salıp şəhbal pəri qasid salıp huşəngşahə hali bəyan eylədi. 3 ay oldu bulurmədi ümidi kəstilər hər pəri qeyrətlə canbaş vermək qəsdin etdilər kim çıxıb nə halisə görələr şəhbal edir ersünlər şul bardum istədiyimiz əhli İslamidən dötən qeyrətini göməz. Be her hal bir xəbər gələ bir xüftə dahi səbr edelim. Olmaz ise onun akıl alat istediği beni verip sülh edersiz dedi. Tamam, buradan gedək 200-ci səhifədə görək ki, nə var? Yol qaldı, dedi qəhrəman. Qatil ol sözü eşidib şad oldu. Dudub qəmərduh yanına gitti. Eder ey maderi cihan müşkülük olsun. Ey maderi cihan mazər yazıb əlbəttə, bilmirəm ki, nə cürdür. Ey mazəri cihan müşkülük olsun. Üç diyari gülüstanı yəqin erdük. Atan Bəhmənşahə və oğlun Bəhramə və xalalun Şəhbalə xəbər göndərərim. Nə dersin, dedi. Ol sözü banu eşidib eder. Dövlətim yemnadir. Dövlətim yolbiyadır. Sahibi giran xoş fikr etmişsin. Nolə deyib dua eylədi. Pəhləvan dahi buyurdu. Səhmanə eder. Əgər Tahman varız ya Bəhman. Əgər Bəhmanə varızın xeyrimdir. Mən deyirdim bu xət rahat olacaq, amma o qədər şeydir ki, o qədər də rahat deyil bunu oxumaq. Yəni hövsələ ilə oturub oxusa adam bunu çox gözəl
oxuya bilər, amma hövsələ istir. Gedək buradan görək bir axır. Səltənət qaidi şahi andan qaldı. Biraz gedək üsluqdan oxuyaq görək burada nə deyir. Qəhrəman şahidi amma rivayət müxtəlifdir. Tarixi şahidə edir Huşəngşah Nuh'dən sonradır. Badi به هر حال ikisi dahi qoldu amma derlər ki cəhana 7 sahib qıran gəldi. Gərçi sahib qıran adın etməmiş çox, vəli rast sahib qıran 7'dir. Cümlesinin oyi qəhrəman qatildir. Sahibi qıran olmasına səbəb Huşəngşah oldu. Ol səbəbdən Hindistan cengi söylendi. Zira kim bu qısse qəhrəmanıdan murad əhval zikr etməkdir. Əhl-i tarix eder cahan sarayına Huşəngşah zamanından Huşəngdən uluşah gəlmədi. Erkan səltənət qaide şahi andan qaldı. Tarix muluk qovlince Huşəngnam 4 müteber kitabıdır. Qısse-i qəhrəman 4 müteber kitabıdır. Cildi əvvəli budur. Aha, 4 cild kitabdır. Pəs beləsi Erkan səltənət qaide şahi andan qaldı. Tarix muluk qovlince Huşəngnam 4 müteber kitabıdır. Pəs Huşəngin adına yazılan kitab 4 cildidir. Qısse-i qəhrəman 4 müteber kitabıdır. 8 cild kitabdan danışır burada. Cildi əvvəli budur. Bu cildi əvvəldir. Kim bu qədər bəyan oldu. Nəzm edil lütf hidayet Zülcelal cildi əvvəl buldu. Pəs buradan nəzm elədi. Lütfi hidayet Zülcelal cildi əvvəl buldu. Bu yerde kemallik qısse bu dəgildən bura gəldin həman dəxi şimdi şah oldu. Qəhrəman ancə daxi xalidəstan olir. Sərvərdən oğli Nəriman olir. Yəni necə kəzdəhi edib qafə səfər gödürür. Anca dürlü xəbər سرگذشت قصه کردنکشان مرغ فرمانی 7 دیار شاهی خان vardır bu cümleden çok qısseler kim olunur. Her birinde hisseler qısseden məqsud hisseyi düz aradə lekin bəhanə qıssədən hissənin əhlinə qıldım. Hissə ta kim gün qıssədən günə qıssədir. Rəhməti o kişi haqqından qazana Fatihə oxuya bunu yazana təmmətül kitab və unillahil məlikil vəhhab. Zahirən bura belə gəlir ki, bu nağıl ən azı 4 cildidir.
ki bu birinci cildidir və eləyə bilər 8 cild olsun. Bu çox cəlib bir şeydir. Yəni 4'ü Huşəng adına tamam olur, 4'ü də qəhrəman adına. Çox böyük romandır. Yəni əgər o birisi cildilər də deyək 4 cildi qəhrəmanın adına yazılan kitab əgər olsa, və hərəsi 450 səhifə olsa, yəni 2000 səfərlik bir kitabdan söz edirik. O daha bax 325 il bundan öncə yazılmış bir kitabdan danışırıq. Bu böyüklükdə bir indi əgər o birisləri də salsaq buna, yəni o Huşəng Şahın da nağıllarını salsaq buna desək, o da 4 cildidir. O da 2000 səfə, 4000 səfərlik bir kitabdan danışır. Və çox, mən burada indi fəqət şey olaraq 2-3 səfənin sətrini sayacağam. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Burada 15 sətirdir. Gedim məsələn ortada bir yerdə də baxım görüm ki, orada nə cürdür? Tamam, bu hər neçədir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Görüm ki, yenə var. 15 də budur. 15 səfə. Gedim bir dənə də səfə buradan baxım, bu hansıdır? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 12, 15. 15, hər səfədə 15 sətr var, üstdə ortalama. İndi əgər bunların lüğətlərini də sayaq, 1, 2, 3, 4, 5, 6, 7. Məsələn, buradan da 1, 2, 3, 4, 5, 6, 7, 8. Əgər bir ilə bu da hesablasaq, hər səfədə ən azı 10 kəlmə görünür. 1, 2, 3, 4, 5, 6, 7, 8. Burada 8'dir məsələn. 1, 2, 3, 4, 5, 6. Üst-üstə deyək 8. Yəni 15 çalsaq şeyə, 15 sətir çalsaq 8'ə, çarpsaq 120 kəlmə olur hər sətirdə, hər səfədə. Onu da çalsaq, məsələn 4000 səfiyyə 480.000 kəlmədən ibarət bir kitabla üzbəüz oluruq. Və bu böyük romandır, çox böyük roman. Və bu türk dünyasının 350 il bundan öncə, deyək ki 24 il öncə yazılıbdır. Bugünkü gündən müqayisə eləyəndə, bugünkü illə müqayisə eləyəndə. Və bu türk dünyasının roman, bəlkə birinci romanıdır, bilmirəm. Mən savadsızam. Amma mən bildiyim hələ feylən buracan bu roman tarixində, türk dünyasında uzun hikayə, düz hikayə, şeirdən də demirik. Bu birinci kitabdır ki, mən görürəm. Bəlkə yüzlər kitab bundan öncə də yazılıbdır. Amma bu birinci kitabdır ki, mən görürəm və bu çox cəlib bir hekayədir. Çox sevinirəm. Allaha min mərtəbə şükür olsun ki, bu günləri mənə ömür verdi və türk dünyasının dil və yazı uyğarlığından yeni bir uyğarlıqla, yəni nağıl uyğarlığı ilə, hekayə, roman ingiliscə deyirlər indi, ya fransızca, bilmirəm hangi dildən bu roman sözü gəlib çıxıbdır, tanış olduq türk dünyasında. Və bu bir ayrı açını, türk dünyasından bir ayrı açını bizim üzümüzə açdı ki, bilmirdik. Yəni mən şəxsən özüm bilmirdim ki, türk dünyasında roman yazılırmış və bu romanlar düz yazı, yəni nəsr dedikləri şeylə, şivə ilə yazılırmış və cəlib budur ki, bu romanda adam yorulmadan tək-tək kəlmələrin, hərflərinin üstünə o hərfin səsin qoymuş. Amma heyf ki, bu kitabı mən biraz çətin oxudum. Şayad illəti budur ki, çoxlu nöqtə görünür. Çoxlu nöqtələr bu kitabı biraz oxumasını zor eləyir. Amma inanıram ki, məsələn, bundan bir 10 səfə, 20 səfə adam oxusa və hövsələ ilə oxusa, bir dəqiqə oxusa düz oxur.
Bunu da inanıram. Yəni bir 20 səhifə adam bu kitabdan oxusa, mən indi üst-üstə deyək ki 17 səhifə oxudum. Amma əgər qeysəm məsələn əvvəldən bir də oxusam, mən fikir edirəm ki bunu daha rahat oxuram. Yəni indi əgər deyək ki bu 17 səhifədə bir 20 dənə kəlməni oxuya bilmədim, 30 dənə kəlməni oxuya, 50 dənə kəlməni oxuya bilmədim. Qeysaq oxusaq mümkündür yenə 5 dənə, 10 dənə yenə. Və bu çox önəmlidir. Umarım sizlər də bu əlaqəni tapasınız və Türk dilini, əski dilimizi, əski dədələrimiz yaratdığı uyğarlıqları tanış olmağa çalışasınız. Çünki hər bir kitab ki oxuyuruq, hər bir sahə ki dədələrimiz yaratdığı uyğarlıqlarından kəşf edirik, biz indi kəşfə məşğuluq. Yəni şəxsən mən özüm kəşfə məşğulam ki, mənim Türk dədə babalarım keçən 1000 illərdə nələr yaratmışlar ki, biz indi deyirik ki, bizim heç zadımız yox idi. Nələr yaratmışlar, onu bir görək, onunla bir tanış olaq. O bizə nə verir, onun nəticəsi nədir? Onun sonucu budur ki, biz özümüzə özgüvən tapırıq ki, əgər bizim dədələrimiz dünyanı almışmışlar, bu sadəcə qılınc savaşı deyilmiş, şəmişir savaşı, top savaşı deyilmiş. Bu əslində düşüncə, fikir, ağıl savaşıymış, uyğarlıqların savaşıymış. Bizim dədələrimiz o uyğarlıqlar ki, 100 illər, 1000 illər boyu yaratmışmışlar və toplanmışmış, onların içində bir durum yaratmışmış ki, o durum bunlara bu gücü verirmiş ki, dünyanı alsınlar və idarə eləsinlər. Və dünyanın ən uzun xilafətin qursunlar. Hətta İslamın ən uzun xilafətin idarə eləsinlər. Və bu günləri mən şəxsən Türk dünyasının yaratdığı nağıl və hikayə, uzun nağıl və hikayə uyğarlığı ilə tanış oldum. Allaha min mərtəbə şükür mənə ömr verdi və bunu bildim. Özümə və atalarıma çox qərraqlanıram. Özümə çox güvənirəm, qərraqlanıram ki, bizim belə bir keçəcəyimiz varmış. Niyə biz belə olmuşuq? Ehtimalən bu günləri düşmən bizim torpaqlarımızı, ağlımızı, dilimizi işğal edibdi. Çünki bunları biz də əlimizdən vermişik. Bunları verdiyimiz üçün özümüzə özgüvənimiz olmayıbdı. Özümüzə etimadımız olmayıbdı. Özümüzə qərraqlanmamışıq. Onun üçün düşmənin dalısına düşmüşük, düşmənə qul olmuşuq, düşmənə bərdə olmuşuq. O da bizdən faydasını alıbdı. Hər halda mən çox sevindim bu kitabla tanış oldum. Umarım ki, eləyə biləm bu kitabı daha rahat oxuyam. Hətta əgər bunu o qədər rahat oxuya bilsəm, bəlkə bunu çevirərəm, səslə oxuyaram ki, dostlarımız da bunu bilsinlər. Əlbəttə bunun biraz modern dillə yazılmağı gərəkir. Yəni indi bunun əski dildə yazıldığı üçün 300 il bundan öncə və həm də xülasə, çox xülasə yazılıb bu kitab əslində. Yəni bu gün romana çevirsək mümkündür bu əvəz ki 2000 səhifə yerinə mümkündür ola 8000 səhifə. Yəni 4 cildidən danışıram da, 4 cildidən, o birisi Nəmənə Şahdan danışmıram. Fəqət elə bu qəhrəmanın hekayəsindən danışıram. Çox əla bir kitabla, bir düşüncə ilə tanış olduq. Nağıl içində çoxlu, özü də axirdə deyir ki, qıssədən mənzurum hissədir. Yəni hərə özünə buradan bir fayda götürsün bu nağıldan. Nağılı demirik ki, fəqət vaxt keçsin. Baxın, amac vardı. O birisi kitablarda, onlarda da bu cürdür. Məsələn, İngilis dilində ya o birisi dillərdə də ki, roman yazırlar. Bu romanı yazanlar normalda filsufdular. Yəni, keçin bundan ki, bəzi, məsələn, İranda roman yazırlar. Hamısı fahişəlikdən, məvaddı müxəddirdən, oğurluqdan, əyrilikdən filandan. Əslində, bu cür romanları yazanlar filsufdular. Onlar o düşüncələrin nağıl şəklində insanlara yetirmək çalışırlar və o nağılı düşüncələrin nağıl şəklində bir hekayəyə, bir yaşama çevirirlər. İnsanlar bunu oxuyanda onu mənimsəsinlər, onu düşünsünlər, onu yaşasınlar deyə.